Əziz analar, sizə söz vermişdik ki, ən doğru, ən mükəmməl ünvanlarla sizi tanış edəcəyik. Bugün də sözümüzün üstündə durmuşuq. Sizi çox maraqlı və çox lazımlı bir məkana gətirmişik. Hara gətirmişik, onu bir neçə dəqiqədən sonra biləcəksiniz. Bilirəm, bayaqdan sizi intizarda saxlamışıq və biz artıq Teamo Mental Aritmetik Mərkəzindəyik. Salam xanım. Salam, xoş gəldiniz. Xoş gördük. Məşqələrimiz gedir? Bəli, gedir. Baxa bilərikmi? Təbii. Salam İradə xanım. Siz burada nə edirsiniz, nə məşğələ keçirsiniz? Bizim bugün bilik yarışmamızdır. Uşaqlar yarışmaya gəlirlər. Buyurun baxın. 4 rəqəmlərlə də hesablı uşağımız. Belə beynində hesablayacaq. Bəli. 232. Aha. 232. Wow, bravo. Əcəlaq uşaqlar. Bravo, bravo. İradə xanım, deyirsiniz, ağlıma gələn istənilən rəqəmi desəm, hesablaya biləcək. Bəli. İstəyirsiniz bir Excel proqramını açaq müəllimə. Siz istədiyiniz 4 rəqəmlərlə də deyin, bizim 6 yaşlı Rəhman onu hesablasın. Gəlin cəhd eləyək. Məncə sən qalib gələcəksən Rəhman, düzdür? Baxaq. Baxaq. Buyurun. 1756. Üstünə gələ, yeni 4 rəqəmli rəqəm deyə bilərəm. 2847. Birini də deyə bilərsiniz. Birini də deyim. 5755. Baxaq cavabımıza. 10.000. Wow! Bravo! Bravo! Başlayaq uşaqlar hesaba. 3 rəqəmli ədədləri Fatimə və Elcan. Hazırsınız? Ekranda gəlsin. Rəqəmlər gəlsin, buyurun hesablayaq uşaqlar. Getdik. $299 dedilər uşaqlar. Cavaba baxaq. Aferin. Teamo sözü Türk İlköğretim Abaküs Matematik Okulu deməkdir. Bizim mərkəz Türkiyədə yerləşir və İtalyancada səni sevirəm, rəqəmləri sevdikləri üçün uşaqlar biz belə bir adı uyğunlaşdırmışıq. Ümumiyyətlə, mental aritmetik kursları uşaqların 4-12 yaş arası uşaqların zəkasını inkişaf etdirir. Amma mən çox təəssüf hissi ilə qeyd eləmək istəyirəm ki, bugün əksər valideynlərdə belə bir fikir formalaşıb ki, mental aritmetik kursları riyaziyyat öyrədir. Bu heç də belə deyil. Əslində 4-12 yaş arası uşaqların yaddaş, qavrama gücünü artırır, məntiqli düşünmə, beyin yarımkürələrinin paralel istifadəsi, diqqət dağınıqlığının aradan qaldırılması üçün təyin olunmuş mükəmməl bir proqramdır. Amma vasitə olaraq riyaziyyatdan istifadə etdiyimiz üçün, bəli, uşaqlar bir müddətdən sonra riyazi hesablamaları zihinlərindən apara bilirlər. Və bu proqramın da, belə deyək, əsas da məqsədi uşaqların bacarıqlarının inkişafıdır ki, biz onları, məsələn, bizim uşaqlar riyazi hesablamaları artıq 1 il müddətinə deyil, kursun ümumiyyətlə müddəti 1 ildir, 4-7 aya bitirə bilirlər bizim uşaqlar kursları. Çünki bizdə, belə deyək də, proqramımız, onlayn proqramımız var və biz o proqramın, belə deyək, proqramımızın gücü sayəsində 1 illik proqramı qısa müddətə bitirə bilirik. Və bizim çox kiçik yaşlı uşaqlarımızı siz bugün də izlədiniz. O uşaqlar hesab maşınından daha sürətli hesablamaları apara bilirlər. Və bu qısa müddətdə bitirməklərinə baxmayaraq, hətta unutmurlar da. Biz bu rəqəmləri zehnindən hesablatdırırıq və onları daimi, belə deyək, beyində hüceyrələrin aktiv qalması üçün bu məşqlər daim olmalıdır. Bu il bizim yeni 2-ci olimpiyadamız olacaq. Keçən il 2014-ün may ayında 1-ci olimpiyadamız oldu. Əyləncəli musiqili olimpiyada oldu. Bu ildə mən güman edirəm ki, bizim nəticələr daha yüksək olacaq. Çünki bu il artıq uşaqlarımız 4 və 5 rəqəmli ədədlərinə çıxış eləyəcəklər. Güman edirəm ki,
ki, o gələn verilişlərimizdə onu işıqlandıracağıq və bütün tamaşaçılara da demək istəyirəm ki, buyurub olimpiyadamızda iştirak edə bilərlər və bizim uşaqların gözəl nəticələrlə tanış ola bilərlər.